Uşaqlar, indi isə sınaq imtahanı keçirdək. Sınaq imtahanı keçirdək, görək deməli sınaqdan nətər yazır Ayan. Görək Ayan sınaqdan nətər yazır. Bizim lövhəmiz var idi axı burada. Hara getdi o lövhəmiz? Hə? Ağ lövhəmiz var idi. Nəhlət şeytan. Aha. Görək Ayan nətər işləyir. Hə. Deməli belə. Birinci sual. X1 böl X2 üstə gəl X2 böl X1 1 böl X1 kubu üstə gəl 1 böl X2 kubu mənfi 7x kvadrat plus 5x minus 14 bərabər 0 x1 plus x2 bərabərdir. x1 vur x2 bərabərdir. Uşaqlar, görək indi Ayan burada nətər işləyəcək. Aha. Ayan denən məndə yazım. Sınaq imtahanıdır. Görək neçə dəqiqə yazarsan, səbirli ol. Bacardığın qədər. Heç bir səhvi də düzəltməyəcəm. Uşaqlar, axırda deyəcəm səhvlərini. Aha. Deməli, məxrəc. Biraz möhkəm danış. Birincisi deməli məxrəcdə hər ikisini ortaq məxrəcə gətirəcəyik. x1 vurulsun, x2 yazırıq. Sürətdə də ki x2 üstə gəlsin. Sürətdə nə yazım? x2 aha üstə gəlsin, x1. Aha. Belə qalsın belə, yoxsa işte eləmək istəyirsən əlavə. İstəyirsən o birisindən qayıdarsan təzədən. Üçüncünü elə bilərəm. Aha, üçüncünü. Üçüncüdə deməli x1 plus x2 mənfi 5. Aha. Bölünsün mənfi 7. Aha, əla. O birisində də ki c, yəni mənfi 14. Aha. Bölünsün 5, 7, mənfi 7. İxtisar 7. Deməli ikincidə yenə mötərizədən x1'in kubu üstə gəlsin, x vurulsun x2'nin kubu yazırıq. Aha. Burada da x1'in kubu üstə gəlsin, x2'nin kubu. Aha. Burada təzədən düstur açacağıq. Üstə gəl onu da eləyirdik. Bəli. Deməli yazırıq mötərizədə x1 aha x1 plus x2 aha böyük mötərizə açırıq. aha Təzədən yenə mötərizə. aha x1 plus x2 kvadratı çıxılsın 3x1 x2. Məxrəcdəkində mötərizədə x1 vurulsun x2'nin kubu. İndi birinciyə nəsə demək istəyirsən, yoxsa qalsın belə? Qalsın. Qalsın. Deməli uşaqlar, üçüncünü düz yazdı, ikincində düz yazdı, amma birincini səhv elədi. Ona görə öyrənmək, uşaqlar, öyrənmək lazımdır, təkrarlamaq lazım, amma ən son hər şey bir sarda bilinir. Bax, belə imtahanda bilinir. Sınaq imtahanı bilinir. Sən evdə öyrənəndə, öyrəndin qutardı, özün sınaq eləməsən, istəyirsən şifahi istəyirsən yazılı. Yəni o dərs yoxdur, yox dərəcəsində. Aydın oldu, onu sən imtahan eləməlisiniz, başqa variant yoxdur. Ağlana sizə gəldi, denən. Məxrəci yazacağıq x1 vurulsun x2. Sürətdə də x2'nin kvadratı. Bura x1'də axı, bu bura gedir də. Bu bura gəlir. Bu bura x1'in kvadratı üstə gəl. x2'nin kvadratı. Aha. Məxrəc olduğu kimi qalacaq. Aha. Sürətdə də yenə mötərizə açacağıq. x1 plus x2 kvadratı çıxılsın 2x1. Əla. Çox gözəl. Deməli yaxşı elədiyi üçün uşaqlar axırda yadına düşdü. Ona görə deməli nədir? Çox ciddi eləyəndə axıra Franiyada şu. Deməli ən yekun nədir uşaqlar? Ən yekun odur ki,
elə öyrənəsən ki, sınağında cavab verə biləsən. Yoxsa qalan şeylər boş şeydir. Mən 3 saat oxudum. Axı müəllim mən oxuyuram. Müəllim mən axı doldururam, çalışıram. Onlar vacib şeylərdir ha. Birinci şeylərdir o heç. Öz yerində. Söhbət axı onun o bəhrəsini görmə. O ağacı əhmisənsə o meyvənin bəhrəsini, ağacın bəhrəsini görməlisən də. Onun meyvəsindən yeməlisən. Hə, çox qəşəng oldu. Xoşuma gəldi. Hə, həqiqətən xoşuma gəldi. İndi şey eləyək. Keçək yenə o birisi. Harda qalmışdıq oradan, hə uşaqlar? Davam eləyək, görək nə başa düşürük. Deməli, birinci hissə öz bəhrəsi verdi. Birdən bax bu qədər şey misal öyrəndik, öz bəhrəsini göstərdi. İndi 12-ci suala baxırıq uşaqlar. 12-ci suala. Uşaqlar bu tip suallarda bunu hamısını kvadrata yüksəltmək olardı, düzdür. Amma mən deyirəm ki, gəlin elə təkcə buranı bura ilə işləyək. Birinci yuxarını işləyək, sonra aşağını işləyək. Oldu? Biz kök x1 üstəgəl kök x2-ni tapa bilmirik. Biz kök x1 kök x2-ni tapa bilmirik. Onun nəyini tapırıq? Kvadratını. Kök x1-in kvadratı promoy yazaq elə. x1 üstəgələk kök x1 x2 üstəgəl x2. Təcrübəmiz artıb. Bunları yaxınlaşdırırıq. Elə. Düzdür? x1 plus x2 nə verir? x1 plus x2 16. 16. Üstəgəl 2 kök altda 100, hə? 20, 36 elədi uşaqlar. Kvadrat 36-dırsa kvadratsız nədir bəs? Malades. Kök altda 36, yəni 6. Yuxarına 6 tapdıq. Aşağı nətər tapaq? Heç nə x1 vur x2 100-dür deyə. 100-dən də 10 çıxır. 10-da 6 olacaq. Çox gözəl. Çox gözəl. Çox qəşəng də alındı uşaqlar. Çox qəşəng də alındı. Aha. İndi görək müstəqil işi nətər eləyir ayan. Deməli, məxrəc olduğu kimi qalacaq. Sürəti yenə yazacağıq. Kök altında x1, üstə gəlsin kök altında x2-nin mötərizə kvadratı. Bəli, onu özünü tapa bilmirik, kvadratını tapırıq. Aha. Yazacağıq birbaşa x1 plus 2 x1 kök altında x1 x2 üstə gəlsin x2. Deməli, bizə burada 2 bir yerə yığacağıq bunları. Bəli. x1 üstəgəl x2 üstəgəl 2 kök altı x1 x2. Aha. Deməli 7 üstə gəlinsin 2 kök altında hardadır? 1. 1. O da elə 1 olacaq. Aha. 7 üstəgəl 2 vur 1 olacaq 9. 9. Aha. Deməli məxrəcdə yox, tələsmə. Kvadrat 9-dur. O yerə fikir vermirsən bax. Kvadratı 9-dur. Aha. Deməli yazacağıq kvadratsız, ona vurğu eləmirsən bax. Kvadrat da 9-dursa, kvadratsız neçədir? 9-dur. Eləmi? Deməli bunun yuxarının qiyməti olduğu üçün. Aşağında bizə elə kök altında x1 plus x2 yəni 1 veribdir. 1 verib, oradan da 1 çıxır cavab üçün. Deməli sən fikir vermədiyin nədir? Kvadrat 9-dursa, kvadratsız neçədir? Yaxşı? O yerinə fikir ver. Çox qəşəng, çox dəhşət bir sualdır bu. Dəhşət bir sualdır. Uşaqlar gəlirik bura 13-ə. Diqqətlə fikir verin. Burada bu verilən də sual olanda ikisi də çətindir. Çətin verilib. Həm verilən, həm sual olan çətin verilib. Aydındır. İndi baxaq. Düzəliş eləyək denən. -7 x-in nəyi? Kvadratı. -x keçdi o tərəf oldu nə? X bərabər 0. Burada 0 olanda gözəl görsənildi. Həmişə keçirdik. Aha. x1 vur x2-ni görürəm. Ağlıma nə gəlir o saat? Viyet gəlir. Bunu gördüyüm üçün ağlıma nə gəlir? Viyet. Davay. x1 plus x2 nəyə bərabərdir? -b bölünsün. Bəli. Burada bunun qabağı -1 bölək -7. O da eləyir neçə? 7-də 1. x1 vur x2 nəyə bərabərdir? S böl. S-si də yoxdur deyə elə 0 bölək -7 o da eləyir 0. Çox mükəmməl. Çox mükəmməl. Bu bizə ipucu verdi ki, viyet eləyək. İndi bunun özünü də sadələşdirək. x1 vur x2, hə? Mənfini çıxartdım, nə qaldı denən? x2 plus x1.
Aydındır yoxsa yox? Vurmanın qiyməti neçədir? 0. Çıx. Toplamanın qiyməti neçədir? Və salam. -7-də 1. Çatmayan bir şey var. Deməli birinci buna düzəliş eləyəcəyik. Bəli. Həmişə o tərəfdə olanlar axmaq. Məsələn, uzun yazılıb bir dənə burada nəsə var. Keçid bu tərəfə, gözləmə, yaxşı? O sənin elə bil silahındır, vərdişin yaxşı demək, denən. -9x kvadratı üstə gəlinsin. X bərabər olacaq 0-a. Aha, sonra. Deməli burada bizə x1 vursun x2 viyyət ağlımıza gəlir. Əla, X1 super vursun danışırsan. x2 bərabər olacaq. -b bölünsün a-ya. x1 plus x2 bərabərdir. Vurmanı görürük, viyyət ağlımıza gəlir. x1 plus x2-ni tapırıq. -b, yəni -1 bölünsün -9. x1 vurulsun x2 də bərabərdir c bölünsün. C də yoxdur, 0 yazacağıq. Super. Bölünsün -9. Bəli. O da eləyir 0. Aha. Sonra bunu özümüz Düzəliş. sadələşdiririk. Aha. Burada deməli x1 vurulsun x2. 2 dənə mənfi var deyə mənfini çıxardırıq. Mötərizə açanda nə olur? X 2 üstə gəl x1. Bir də o yerin təzdən o düzəliş yerini təzdən deyirəm. deməli yazacağıq x1 vurulsun x2 çıxılsın mötərizədə x1 plus x2. Burada da bizə deməli x1 plus x2-ni veribdi bizə 9-da 1. Aha. Vurmanı Qabağı 0 mənfi. çıxılsın 9-da 1. 0-dan nə çıxsan həmin ədədin elə mənfi salınır da 0 çıx 5 mənfi 5 eləyir məsələn. Aydındır yoxsa yox? 9-da 1. Çox yaxşı. Çox yaxşı. Aha. Bax. İndi köklər cəmi köklə hasili verilən çevrilmiş kvadrat tənlik qurum. Yaxşı? Plus x2. Bəli. Çevrilmiş kvadrat tənlik x1 plus x2-miz A-dır, hə? x1 vur x2 də Kimi b. B-dir. Çevrilmiş kvadrat tənlik x kvadratından başlayır elə. Cəmi əksinə götürürük. Yaxşı? Hasili isə olduğu kimi götürürük. Cəmi əksinə götürürük, hasili də olduğu kimi. Hə, uşaqlar indi Ayan eləsin bu misalı, görək nətər işləyir. Ayan işdə, şərti oxu birinci, biraz möhkəm oxu. Köklər cəmi m, köklər hasili n olan çevrilmiş kvadrat tənlik qurum. Deməli bizə çevrilmiş kvadrat tənlik deyildi, x kvadratı ilə başlayacaq. Super. Çıxılsın. Köklər cəmi dediyinə görə mx. Bunu əksinə götürdün, hə? Ona görə çıx dedin. Üstə gəlinsin n. Ay, bərabərdir 0. Bunu da belə olduğu kimi götürdün. Çox gözəl. Aha. Aha, uşaqlar, indi burada misallar var. İzah eləmədən Ayandan soruşaq görək, Ayan deyə bilər bunları. Ayan denən birincini. Yenə çevrilmiş kvadrat tənlik deyirdi, x kvadratı ilə başlayacaq. Aha. Çıxılsın, əksin götür işarəni. 8x üstə gəlsin, hasil edinə görə 7. 0 sözündə denən. İkincini denən Ayan. Deməli x kvadratı çıxılsın. Deməli burada 9 x üstə gəlsin -5. Yox, çıxılsın -5. Çıxılsın -5 demək. Çıx 5. Aydındır? Aha. Bunu denən. Deməli yenə yazacağıq x kvadratı çıxılsın 7. Bəs demirdik cəm nədirsə onu əksinə götürürük. Müsbətdirsə, mənfi götürürsən, mənfisə müsbət, hə. 7 aha, x demək çıxılsın. hasili olduğu kimi götürürsən axı. Mənfidirsə, mənfi götürürsən, müsbətdirsə, müsbət. Beyində bir qur. Danış görüm qaydanı mənə nətər olacaq denən. Çevrilmiş kvadrat tənlikdə Tənlikdə, x aha. kvadratla yazırıq. Aha. Üstə gəlsin. Yox, üstə gəlcək demək. Denən ki, cəmi əksinə Cəmi götürürük. həmişə əksinə götürürük, hasili də əksinə götürürük. Hasil olduğu kimi. Hasil olduğu kimi cəm əksin götürürük. Aha, bir də denən. Deməli kvadrat tənlik qurum deyirsə x kvadratını yazırıq, cəmi işarənin əksini yazacağıq, hasilə də işarə olduğu kimi olacaq. Burada da yenə yazacağıq x kvadrat, cəm deyir deyə işarəni dəyişəcəyik, üstə gəlsin. Hə, üstə gəl. Bu 12. Mənfi də müsbət yazacağıq. Burada da hasil deyəndə dəyişməyib çıxılsın 7. görsən bax, hə, buradan şey gəlir ki,
qaydanı beynimdə tam otuzdurum ki, beyin qaytarsın ona. Çatdıra bildim fikrimi? Hə, uşaqlar, indi xoşumuza gəlmədi deyə təzədən ayan bu birisində müstəqilləri də danışacaq. Görsən nətər qurmuşam 4-4. Hər şey sərgəli sahmanı prosta eləmək lazımdır. Aha, danış. Yazacağam x kvadratı. Biraz möhkəmdən eşitsin X uşaqlar. kvadratı müsbət deyə mənfi çıxılsın 3, hasil olduğu kimi qalacaq. Yəni üstə gəlsin 2, bərabər olacaq 0-a. Ay, sağ ol. Deməli x kvadratı çıxılsın 5, çıxılsın 3, bərabər olacaq 0-a. Köklər cəmində deməli x kvadratı üstə gəlsin 4, x üstə gəlsin 3, bərabərdir 0. Deməli yenə köklər cəmində x kvadratı üstə gəlsin 5x çıxılsın 2, bərabərdir 0. Mükəmməl. Gördünüz uşaqlar. Nətər elədi. Hər şey super getdi. Aha. Aha. Bunu danış. Görək uşaqlar 16-nı izah eləmədən danışa biləcək. Aha. Yazacağıq x kvadratı. Aha. Kökləri 5 kök 2, kök 3. Deməli çıxılsın 5 kök 2. Hə, bu köklər cəmi köklər deyil, bunlar köklərdir. Onda gəlin mən izah edeyim uşaqlar. Onda mən izah edeyim. Deməli uşaqlar, sizə deməli köklər verilsə, köklər cəmi köklər hasil demirəm. Köklər verilsə, onları birinci toplayasınız, sonra da vurasınız onları. Köklər verilsə, onları nə edəsiniz? Toplayasınız. 5 mənfi 3, 2 kök 2. Sonra onları vurasınız. Mənfi 15 vuraq. Kökün kök 2'ye 2. Mənfi 30. Aydındır. Oldu x kvadratı. Üstə gəl. Yoxsa çıx, hə? Çıx. 2 kök 2x. Çıx 30 bərabərdir 0. Aydın oldu. Bir də nə etməliyik? Köklərin cəmini və köklərin hasilini tapmalıyıq. Bir dəfə də yazım mən. x1 üstə gəl, x2 bərabərdir. Bunları toplayaq. Aha. Uşaqlar, müsbət 5 ilə mənfi 3-ü toplayanda böyükdən kiçik çıxıb böyük işarəsini qoyuruq. Bunları bir də vuraq. Vuraq bunları. Müsbəti mənfiyə vuranda mənfi 15. Kökün kök 2'ye vuranda 2. Cavab mənfi 30. X kvadratla başlayır. Əksinə götürürəm. 2 kök 2x elə çıx 30 bərabərdir 0. Çatmayan bir şey var? Əla. Belə. İndi ayan izah eləyəcək bizə uşaqlar. Tələsməyan şərti oxu əvvəlcə. Kökləri 6 kök 3 və mənfi 2 kök altında 3 olan çevrilmiş kvadrat tənlik quran. Deməli burada yazacağıq x1 plus x2 bərabərdir. 6 kök 3 üstə gəlsin mötərizədə mənfi 2 kök altında 3 böyükdən kiçik çıxıb böyük işarəsini yazacağıq. Yəni deməli 4 kök altında 3 x1 vurulsun x2 yazacağıq. 6 kök altında 3 vurulsun mənfi 2 kök altında 3 yazacağıq. Mənfi 6-nı 2'ye vuracağıq. Deməli 12. Burada da 9. Kök 9. Kök 9. O da 3'dən 36. Mənfi 36. Aha. Sonra yerinə qoyacağıq. Cəm də var, hasil də var. İndi kvadrat tənliyi nətər qururduq? Yazacağıq x kvadratı çıxılsın 4 kök altında 3. X çıxılsın. Mükəmməl, mükəmməl. Cəm hasil var hafta bayaqki dərsdən. Bax görürsüz uşaqlar, bura qədər gəlmişik. Çox mükəmməl olub. Neçədəyik? 16-da. Aha. Aha. İndi bunu mən özüm izah edirəm. Rasional əmsallı nədir? Yəni kvadrat tənliyin əmsalları 3x kvadrat çıx, məsələn 7-də 2x, üstə gəl 0, 0, 75, belə şeylər ola bilər rasional əmsallarda. Amma kök olmasın da, məsələn 3 kök 7x kvadrat çıx, başa düşdünüz? Çıx 7 üstəyə 1 bərabər. Belə bir şey olmasın, köklə olmasın, pi ilə olmasın əmsallar. İrasional ədəd olmasın. Yaxşı, ancaq rasionallar olsun. Yəni tamlar, kəsirlər, onluq kəsir, adi kəsir. Bunlar olsunlar. Oldu? Belə kökdən çıxmayan ədəd olmasın, pi kimi. İrasional ədəd olmasın ki, bu rasional əmsal olsun. Rasional əmsalında da kökün biri nədirsə, o birisi onun qoşması olur.
Rasional əmsallı kvadrat təmlikdə qaydadır bu ucu. Bayaq dediyimi beynə yaz, sonra onu danış. Rasional əmsalda kökün biri nədirsə, o birisi onun qoşmasıdır. Çatmayan bir şey var? Rasional əmsalda kökün biri nədirsə, o birisi onun nə idi? Qoşmasıdır. Bax hala. Məsələn. Kökün biri nədirsə, o birisi onun nə idi? Qoşması. Qoşmasıdır. Vəssalam. Kökün biri budursa, o birisi nə olur? Onun qoşması. Birinci əl dəymirik. Üstəgəlsin kök altında olur. Vəssalam. Belə. Məsələn, kökün biri belədirsə, məsələn, birinci bunu düzəldərəm. Görsən, düzəltdim. Əvvəl -5-i yazdım, sonra kök altına. Düzəltmə işi bilirik də. Əvvəl ədədi yazdım, sonra kökü yazdım. O birisi də rasional əmsallıdırsa, düzəltmə işinə də fikir vermək lazım. Məsələn, aha, düzəldək. Əvvəl ədədim. Yazırıq 2, üstəgəlsin, çıxılsın. Onda 2 üstəgəl. Çatmayan bir şey var. Aha. İndi bunu deyilən. Deməli, rasional əmsallı deyirsə, x1 yazacağıq olduğu kimi. -3 çıxılsın kök altında etdi. x2-də onun qoşması olacaq. Kök altında 3 üstəgəlsin. Tələsin. Kök, hətta -3 üstəgəlsin kök altında 7. Əla. Hə. Deməli belə, keçirik 18-ci suala. Tənliyin kökləri cəmini tapın. Bunu həll də eləyə bilərik, amma viyyətlə də eləyə bilərik. x1 üstəgəl x2-ni tapanda əks işarə ilə götürüb bölük birinciyə. Cavab elədi -6. Aydındır? -6 elədi. İndi sən bunu həll elə aya. Deməli, x1 plus x2 bərabər olacaq -10 bölünsün 1-ə. Cavab olacaq -10. Əla. Çox gözəl. Keçdik bu birisindən uşaqlar. Burada tənliyin kökləri cəmini soruşur. x1 üstəgəl x2 bərabərdir. Uşaqlar b, x-in qabağı bölünsün. Əksinə b bölünsün a. Burada da yoxdur x-in qabağı. Onun 0/7 cavab elədi 0. Sən bunu deyilən aya. Deməli, x1 plus x2 bərabər olacaq 0 bölünsün 8-ə. Cavab elə 0. Qəşəng. Aha. 20-də tənliyin kökləri cəmini istəyir. Ona görə birinci növbədə biz sadələşmə aparırıq. Aha, müxtəsər vurma düsturu hissəsi deyilən heç olmasa. X kvadrat çıxılsın 2 AB. Aha, yəni 2-ni bunlara vuranda 10x. 10x buranmış. Üstəgəlsin b kvadrat, yəni 25. 10x'lər nə oldu? Gedir x kvadrat. Üstəgəl 25 çıx 11 bərabər 0. Üstəgəl 14 bərabər nə? 0, hə? x1 üstəgəl x2-ni soruşursa nə etməli? 1, o da eləyir 0. Super. İndi buranı danış. Deməli, yazacağıq x kvadrat. X kvadrat çıxılsın 14x plus 49 üstəgəlsin 14x çıxılsın 3 bərabərdir. Hə, bərabərdir 3-ə. Deməli 14-lər gələcək. X kvadrat plus 52 qalacaqdır. Bax, 49, 3 o tərəfdə də bu tərəfə gəlir. Çıxılsın 3 bərabər. Ehtiyatlı olmaq lazımdır. Burada cəmini tapacağıq. Aha. Yazacağıq ki, deməli 0 bölünsün 1, o da eləyir 0. Hə, bax. Yəni, müxtəsəri görsünüz, otuzdurmaq lazımdır vaxtında. Hər dərs ona görə vaxtını eləmək lazımdır ki, o bir dərsdə bizim ayağımız əlimizə dolaşmasın. Aha, gəldik bura. Uşaqlar, bax, mötərizənin açılması dərsidir bu da. X-ə vururuq. X kvadratı, x-i -7-yə -7x, -6 da gəldi bu tərəf oldu belə. İndi köklər cəmini istəyir. Köklər cəmidə ortanı əksinə götürüb bölük 1-ə. İndi ayan eləsin bizim üçün bu misalı. X kvadrat, mötərizəni açacağıq. Çıxılsın 8x, üstəgəlsin bərabər 0-a. Köklər cəmi deyil. Bəyazacaq x1 plus x2 bərabərdir 8 bölsün 1, o da 8. Çox gözəl.
Çox gözəl. Aha. 22 uşaqlar. 22-də danışıram mən. Tənliyin köklərinin kvadratları cəmin tapın. Baxın, birinci hansı söz gəlir? Köklər gəlir. Köklər. Sonra nə söz gəlir? Kvadratlar. Köklərin kvadratları. Köklərin kvadratları. Sonra cəm gəlir uşaqlar. Köklərin cəminin kvadratı desəydi, əvvəl cəm eləyərdim, sonra kvadrat eləyərdim. Başa düşdünüz? Burada köklərin kvadratları, sonra cəm. Aha, burada nə eləmək olar? Deyin. Bərabər deməli mötərizədə x1 plus x2-nin kvadratı çıx 2 x1 x2. Əla. İndi köklər cəmi nəyə bərabərdir? -5 böl 1. Elə? Köklər hasil nəyə bərabərdir? -2 böl -2. Yerinə qoyanda 25 çıx 2 vur -2. 25 üstə gəl 4. 29. Aydın oldu? Dayan. Sən eləməlisən, hə? Aha, davay. Danış. Köklərin kvadratlar cəmi deyirsə, yazacağıq x1-in kvadratı üstə gəlsin x2-nin kvadratı. Onu beynində bir də denən təzədən o sözü. Tənliyin köklərinin kvadratlar cəmi. Uşaqlar, əsas o da, ha. Bu sözü bir dənə eləməkdir. O sözdən sonra o hamısını bilirdik biz. Aha, denən. Deməli, yazacağıq mötərizədə x1 üstə gəlsin x2-nin kvadratı çıxılsın 2x1 x2. Deməli, sonra köklərin kvadratlar cəmləyir. Deməli, burada yazacağıq x1 plus x2 bərabərdir. -7 bölünsün 1. O da belə -7 olacaq. Çox gözəl. x1 vurulsun x2 də bərabər olacaq. -3 bölünsün 1. Aparıb yerdə yazsaq. 49 çıxaq, hə? 2x1 x2. 2 vuraq, -3. Buna -6. 49 üstə gəl, -6, o da 55. Aydındır? Aha. Çox gözəl oldu. Aha. Baxaq, bunu mən danışım. Aha. Tənliyin köklərindən biri 2-dir. Tənliyin köklərindən biri neçədir? 2-dir. Tənliyin digər kökünü tapın. Oldu? Burada tənliyin kökündən biri 2-isə 2-ni aparıb yerinə qoya bilərik. Hələ digər kökü tapmıram, ha. Sadəcə tənliyin köklərindən biri nədirsə, həmin ədədi aparıb x-lərin yerinə qoyuruq. Kvadrat tənlik dərsində bilirdik biz bunu. Tənliyin köklərindən biri verilibsə, onu aparıb x-lərin yerinə qoyurduq. Tənliyin köklərindən biri 10'dur məsələn. Onu aparıb x-in yerinə qoyursan. Bax, onu beynə yazmaq lazımdır. Tanımalıydın sən bu sualı. Tənliyin köklərindən biri 2-dirsə, 2-ni apar yaz yerinə. 3 vuraq 2-nin nəyi? Kvadratı. Çıx, m vuraq 2, çıxaq 14 bərabər nə? 0. 4, 3 nə qədər eləyir? 12. Çıx, 2m çıx 14 bərabər 0. -2m çıx. Neçə? 2 bərabər 0. 2m bərabərdir 2, m də bərabərdir -1. Aydındır? Düzəldək bunu denən. 3x kvadratı m -1 daxı. Bura qoyanda oldu nə? Müsbət 1x çıx 14 bərabər nə? 0. Aha. Tənliyin kökün biri verildi və m-i tapdım, düzəltdim həm də. Həm m-i tapdım. Bu isə digər kök istəyir. Digər kök üçün biz bunu eləməyə ehtiyacımız yox idi bu boyda şeyi. Başa düşdün? Digər kökdə. Heç də burada toplama yeri verilib, yoxsa vurma yeri? Vurma yeri var. Onun üçün x1 vur x2 yazırıq. Nə olur? -14 bölək nə? 3. Tənliyin kökünün biri neçədir? 2. 2 vuraq x bərabər nə? -14 böl 3. Sizə tapanda -14 böl 3'ü bölürsən nəyə? 2'yə. Vurursan 2-də 1'ə. -7 böl 3 və salam hazırdır. Çatmayan bir şey var.